Əgər pensiya artımlarından vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Salam, hörmətli izləyicilər. Yeni bir video ilə yenidən qarşınızdayıq. Bu videoda sizlərə əmək haqlarının artırılması ilə bağlı ən son yenilikləri və məlumatları təqdim edəcəyik. Qarşıdakı aydan etibarən bütün sahələrdə əmək haqlarının artırılması ehtimalı var, bu barədə sizlərə ətraflı şəkildə məlumat verəcəyik. Hansı şəxslərin maaşlarında artım olacağı, kimlərin bu artımdan faydalanacağı barədə geniş izah verəcəyik. Bəli, hörmətli izləyicilər, növbəti ay ərzində maaşlarda artımın baş verməsi gözlənilir. Həm dövlət sektorunda çalışan vətəndaşların, həm də özəl müəssisələrdə işləyən şəxslərin əmək haqlarında müəyyən yüksəlişlər ola bilər. Ümumilikdə isə ölkə üzrə bir çox sahələrdə maaş artımlarının qeydə alınacağı ehtimal edilir. Bunun əsas səbəbi isə Azərbaycanda minimum əmək haqqının artırılması ilə bağlı yeni təkliflərin irəli sürülməsidir. Bu məsələ ilə bağlı Milli Məclisdə müzakirələr aparılıb və yeni təşəbbüslər təqdim olunub. Azərbaycanda bundan sonra hər il əmək haqlarının artırılması ilə bağlı yeni bir mexanizmin tətbiqi təklif edilir. Bu təklifə əsasən minimum əmək haqqının hər il müəyyən faizlə artırılması nəzərdə tutulur. Qeyd edim ki, hazırda ölkədə minimum əmək haqqı 400 manat təşkil edir və növbəti aydan etibarən bu məbləğin 50 manat artırılaraq 450 manata çatdırılması təklif olunub. Əgər bu qərar qüvvəyə minərsə, həm dövlət müəssisələrində, həm də özəl sektorda çalışan vətəndaşların maaşlarında artımlar müşahidə olunacaq. Hörmətli izləyicilər, Azərbaycanda orta aylıq əmək haqqı anlayışı da mövcuddur və bu göstərici hər il müəyyən qədər artır. Bunun əsas səbəblərindən biri yüksək vəzifəli şəxslərin maaşlarının artırılmasıdır. Bildiyiniz kimi, sonuncu dəfə 2025-ci ilin əvvəlində həm minimum əmək haqqı, həm də orta aylıq əmək haqqı artırılmışdı. Minimum əmək haqqı 345 manatdan 400 manata qaldırılmışdı və hazırda yenidən artım gözlənilir. Bu artımın 450 manata qədər çatdırılması ehtimal olunur. Lakin qeyd etmək lazımdır ki, orta aylıq əmək haqqının artması bütün vətəndaşların maaşlarının eyni səviyyədə artması demək deyil. Çünki bu göstərici hesablanarkən yüksək vəzifəli şəxslərin maaşları da nəzərə alınır. Nəticədə statistika üzrə orta göstərici artsa da aşağı maaş alan vətəndaşların gəlirlərində ciddi dəyişiklik baş verməyə bilər. Məsələn, hazırda minimum əmək haqqı 400 manat təşkil etsə də vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra vətəndaşların əlinə çatan məbləğ təxminən 360-370 manat civarında olur. Yəni, faktiki olaraq vətəndaşların aldığı məbləğ 400 manat olmur. Digər tərəfdən isə yüksək vəzifəli şəxslərin maaşlarında son dövrlərdə ciddi artımlar qeydə alınıb. Məsələn, bəzi vəzifəli şəxslərin maaşları bir neçə dəfə artırılıb və bu da ümumi orta əmək haqqı göstəricisinin yüksəlməsinə səbəb olub. Rəsmi statistikaya əsasən ölkədə orta aylıq əmək haqqı təxminən 900-1000 manat civarındadır. Lakin bu, bütün vətəndaşların bu məbləğdə maaş aldığı anlamına gəlmir. Sadəcə yüksək maaş alan şəxslərlə aşağı maaş alan vətəndaşların gəlirləri birlikdə hesablandığı üçün orta göstərici bu səviyyədə çıxır. Əslində isə reallıq ondan ibarətdir ki, sadə vətəndaşların aldığı maaşlarla yüksək vəzifəli şəxslərin maaşları arasında çox böyük fərq mövcuddur. Sadə vətəndaşlar əsasən minimum əmək haqqına yaxın məbləğdə gəlir əldə etdiyi halda vəzifəli şəxslər 10 minlərlə manat maaş ala bilirlər. Bu da orta aylıq əmək haqqı göstəricisinin real vəziyyəti tam əks etdirmədiyini göstərir. Ümumilikdə son illərə nəzər salsaq, əmək haqlarında böyük və ciddi artımların baş vermədiyini görərik. Minimum əmək haqqı əsasən 345 manatdan 400 manata qaldırılıb və indi növbəti artım gözlənilir. Lakin buna baxmayaraq, bir çox vətəndaş faktiki olaraq bundan da az maaş alır. Çünki vergilər və sosial ödənişlər çıxıldıqdan sonra onların əlinə çatan məbləğ 350-360 manat civarında olur. Bu baxımdan demək olar ki, ölkədə orta aylıq əmək haqqının hesablanması mövcud vəziyyəti tam şəkildə əks etdirmir. Çünki yüksək vəzifəli şəxslərlə sadə vətəndaşların maaşları arasında çox böyük fərq var. Bəzi mütəxəssislər hesab edir ki, maaş statistikası ayrı-ayrı kateqoriyalar üzrə hesablanmalıdır ki, real vəziyyət daha düzgün əks olunsun.
Məsələn, dövlət müəssisələrində eyni iş üçün vətəndaşlara 800-900 manat maaş verildiyi halda, özəl sektorda həmin iş üzrə çalışan şəxslər 400-500 manat civarında maaş ala bilər. Bu da göstərir ki, minimum əmək haqqının artırılması daha çox özəl sektorda çalışan vətəndaşlar üçün əhəmiyyət daşıyır. Minimum əmək haqqının artırılması ilə bağlı qərarın isə növbəti aydan qüvvəyə minməsi ehtimal edilir. Hazırda minimum əmək haqqı 400 manatdır və 50 manat artırılaraq 450 manata çatdırılması gözlənilir. Hörmətli izləyicilər, videomuzun sonuna gəldik. Əgər pensiya artımlarından vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.